varsa, kim ürəkli insansa bu yaxşı eləmək. El qoyulan bu müqəddəs fikirlik bu gün də Azərbaycan və Gürcü dostluğunun təməllə sivala seviləcək və əbəd olacaq. Eşq olsun. Boynisi Belediyəsinin Kəpənəkçi kəndində xalq şairi Zəlimxan Yaqubun doğulub boya başa çatdığı ata ocağında onun ev muzeyinin yaradılmasına başlanılıb və muzey binasının təməli qoyulub. Təməl qoyma mərasimində şairin ailə üzvləri və müxtəlif bölgələrdən gələn qonaqlar iştirak ediblər. Çıxış edən natiqlər bildiriblər ki, Zəlimxan Yaqub doğma Kəpənəkçi kəndində poeziya evinin yaradılmasını arzulayırdı. Qeyd olunub ki, gələcəkdə ev muzeyi saz-söz sənətinin, poeziyanın yaşadıldığı mühüm mədəniyyət ocaqlarından birinə çevriləcək. Burada böyük şairin həyat yolu, yaradıcılığı və zəngin ədəbi irsi nümayiş etdiriləcək. Müxtəlif ədəbi tədbirlər, görüşlər və yubiley mərasimləri keçiriləcək. Yaqubun illər öncəki arzusu reallaşır. Təbii ki, o özünün ev muzeyini düşünmürdü, amma Borçalıda, Kəpənəkçidə bir poeziya evinin tikilməsini arzulayırdı. Bax, o arzu reallaşır və bu təməl qoyma, mən hesab eləyirəm ki, tək Zəlimxan Yaqubun xatirəsini əbədiləşdirməklə məhdudlaşmır. Bu ocaq olacaq, bir poeziya evi olacaq və Azərbaycan-Gürcü ədəbi əlaqələrinə, mədəni əlaqələrinə yeni töhfələr verəcək. Və bu ev muzeyi çoxlu minlərlə, milyonlarla ziyarətçiləri həmişə öz ağuşuna alacaq və bura dostluğun, qardaşlığın bir daha təməli, məktəbi məkanı olacaqdır. Mən buna əminəm, istəyərdim ki, indi təməl qoymanı edək, hörmətli ata ocağının işığını yandıran Zəlimxan Yaqubun yadigarı bizim qardaşımız Çingiz Yaqublu ilk olaraq bu təməl qoymada iştirak eləsinlər. Buyursunlar. Bu gün bizim ailəmizdə, elimizdə tarixi günlərdən biridir. Çoxdan arzuladığımız Zəlimxanın ev muzeyini nəhayət ki, bugün həyata keçirə bildik. Bu, təxminən 10 ildir ki, bu prosesi başlamaq istəyirdik, ancaq alınmırdı. Müxtəlif texniki səbəblər var idi. Dövlət səhiyyə bürokratiya yenə də var. Ancaq məcbur olduq artıq öz həyat evimizdən, Zəlimxanın doğulduğu evin ev muzeyini tikmək üçün elə öz həyat sahəmizdən başladıq. Bu gün də mənə səs verən, mənə mənəvi ruh verən, maddi və mənəvi dəstək görən bütün el yollarımıza, dostlarımıza dərin təşəkkürümü bildirirəm. Əsas bu işin meydana gəlməsində, bu 3 günün həyata keçməsində Kaspenicəli kəndində olan Cəbrəl Şahverdov, Ramiz Bəkirov, Hüseyn Əbolu neçə illərdir bu işlə məşğul oldular, ancaq alınmırdı. Bu gün özümüz təbirsiz gözlədiyim gözəl günü bu gün gördük və inanıram ki, bundan sonra bu iş çox gözəl nəticə verəcək, axıra kimi belə ruh şəhlindən gedəcək.